Salam hər kəsə, xoş gördük sizləri. Bu gün Araş şirkətinin sponsorluğu ilə Dərindən söhbətlərin yeni buraxılışındayıq. Bu gün çox maraqlı və eyni zamanda cəmiyyətimiz tərəfindən yanlış anlaşılan bir mövzu haqqında danışacağıq. Genetik dermatoloji xəstəliklər. Genetik sözünü eşidəndə bir çoxlarımız düşünür ki, bu xəstəliklər ağırdır və müalicələri yoxdur. Gəlin bu gün bu haqqda danışaq. Bugünkü qonağımız isə işinin peşəkarı dermatoloq Emil Muradxanlıdır. Emil bəy, salam, necəsiz? Salam, təşəkkür edirəm. Yaxşı olasınız. Emil bəy, özünüzü tanıda bilərsiniz, zəhmət olmasa. Mən Emil Muradxanlı, dermatoveneroloq. 15 il iş təcrübəm var və öz praktikamda əsasən lazer dermatologiyası və dərinin genetik problemləri ilə məşğul oluram. Emil bəy, genetik dermatoloji problemlər dedikdə nəyi nəzərdə tuturuq? Yəni genetik dermatoloji problemlər adi dəri problemlərindən nə ilə fərqlənir? Genetik dermatoloji problemlər ümumiyyətlə genetik xəstəliklərin digər növlərində olduğu kimi valideyndən övlada ötürülür və xarici təsir vasitələrinin burada müstəsna rolu yoxdur. Daha çox daxili genlərə bağlı olan, ora determinasiya olunan problemlərdir. Emil bəy, bəs bu xəstəliklər doğuşdan özünü göstərir, yoxsa sonradan da yarana bilər? Bir çoxları doğuşdan dərhal sonra özünü göstərir. Məsələn, ixtioz kimi, lamelyar ixtioz xəstəliyi. Bir çoxları 4, 5, 6 yaşlarında, bəziləri isə 14, 16 və daha yuxarı yaşlarda təzahür edə bilər. Emil bəy, ümumiyyətlə dərinin sağlamlığında genetikanın rolu nə qədər önəmlidir? Bu nə dərəcədə irsi faktorlardan yaranır? Mən şəxsən bunu ilk növbədə hesab edirəm. Yəni bir nömrəli faktor genetik faktordur. Amma xarici təsir vasitələri də əlbəttə ki, müstəsna rol oynayır. Məsələn, günəş şüası, temperatur, xarici demək kimyəvi vasitələrin, kimyəvi maddələrin dəri ilə təması və s. Emil bəy, genetik meylli ən çox hansı xəstəliklərdə özünü büruzə verir? Daha çox dərinin pigment problemləri, dərinin pulcuqlanan problemləri, məsələn, psoriaz, parapsoriaz, eyni qaydada dərinin vitiligo xəstəliyi, lamelyar ixtioz. Bunlar, yəni ixtiozun müxtəlif formaları. Adətən onlar özlərini müxtəlif formada təzahür etdirir, amma problemlərin əsas kökü genetikaya bağlı olduğuna görə bu həyatın müxtəlif yaş dövründə rast gələ bilir və məsələn, konkret olaraq vitiligodan danışsaq, onun özünə məxsus bir simptoma kompleksi var. Sonra psoriazdan danışsaq əgər, onun özünə məxsus bir simptoma kompleksi var. Konkret olaraq bir xəstəlikdən danışsaq, mən onlara gələcəyik, Emil bəy. Mənim üçün bəs maraqlıdır ki, bu xəstəliklərdən hansı ölkəmizdə daha çox yayılıb? Daha çox yayılıb, mən deyərdim ki, pulcuqlanan problemlər və vitiligo. Eyni zamanda dünyada az sayda rast gəlinən pemfigus xəstəliyi də ölkəmizdə təəssüf ki, çox yayılıb. Bu da genetik dərinin suluqlanan, sudurcuq formalaşan demək ki, xəstəliklərdən, genetik xəstəliklərindən biridir, hansı ki, həqiqətən ağır gedişatları da ola bilir, müalicəsi uzun çəkir və xroniki olur. Emil bəy, biz deyirik ki, bu xəstəliklər genetikadan gəlir, yəni nəsildən nəslə ötürülür. Bəs bu bir nəsildən ötürülür, yəni yoxsa ata valideyndən, yoxsa digər nəsildən, yəni babadan, ulu babadan belə? Bəli, bu nəsil xəttindən ötürülür. Ata nəsil xətti, ana nəsil xətti hər ikisindən ola bilər. Yəni bir valideynə bağlı olmur. Məsələn, hər hansı bir dəri problemi və ya ümumiyyətlə digər orqanların genetik problemləri valideyndən övlada yəni ötürülən zaman atada, anada təzahür eləməyə də bilər. Ola bilər ki, deyək ki, atada, anada vitiligo xəstəliyi yoxdur, amma onların valideynlərində, babalarında, ulu babalarında bu problem var və bu şəkildə övladlara da bu məlumat ötürülür. Ondan belə başa düşürəm ki, yəni bizim genetikamızda bir xəstəlik ola bilər, amma bu özünü büruzə verməyə bilər.
Bəs mənə maraqlıdır ki, məsələn, bizim genetikamızda bir xəstəlik var və biz bunu qabaqcadan öyrənmək istəyirik və ya aydınlaşdırmaq istəyirik və ya bu simptomları azaltmaq istəyirik. Bunun məsələn həyat tərzimizi dəyişməklə və ya qabaqcadan profilaktik tədbirlər görərək bu xəstəliyi azaltma şansımız var. Konkret hansı xəstəliyi nəzərdə tutursunuz? Emil bəy, onda sualımı belə dəyişim ki, mənim genetik xəstəliyimin olub-olmadığını mən ilk öncə necə müəyyənləşdirə bilərəm? O təzahür etməzdən əvvəl siz bunları valideynlərinizdən və nəsil xəttindən araşdıra bilərsiniz. Onun hər hansı bir müayinə metodu, instrumental müayinə metodu yoxdur. Amma genetik müayinə metodları əlbəttə ki var. Bunlarla genetiklər məşğul olurlar və hansı gendə hansı xəstəliyin determinasiya olunması haqqında müfəssəl məlumat sizə verilə bilər. Emil bəy, biraz da aça bilərsiniz? Yəni biz analiz veririk ki, bu xəstəlik var bizdə, müşahidə oluna bilər. Bəli, məsələn, analiz veriləndə bir var rutin analiz metodları, qan analizi, sidik analizi, yaxma analizi və s. Genetik analizlərdə metodlar bənzərdir, amma özünə məxsus xüsusiyyətləri var. Burada texnologiyanın əlbəttə rolu böyükdür. Adətən ovurt hissədən, ağzın sehli qişasından, yanaqdan demək nümunə götürülür və ondan sonra araşdırma davam edilir. Bu qədər. Emil bəy, son zamanlar deyilir ki, qohum evlilikləri genetik xəstəliklərə səbəb olur. Bunu həmçinin dəri problemlərinə də şamil etmək olar. Bəli, mütləq onu da əlavə etmək olar, şamil etmək olar. Bu son zamanlar müəyyən olunmuş bir fakt deyil. Bu eramızdan əvvəl bəllidir. Qohum evliliklərində gizlənmiş genlər, buna resessiv genlər deyilir. Onlar qarşılaşıb fenotipdə özünü tam təzahür edə bilər. Yəni xarici görünüşdə bu təzahür edə bilir qohum evliliklərində. Halbuki qohum olmayan evliliklərdə resessiv genlər gizlənə bilir. Dominant genlərin təsirinə məruz qalaraq demək o proteinlər ki sintez olunmalıdır, onlar sintez olunmur. Doktor, indi keçmək istəyirəm sırf dermatoloji xəstəliklərə. Məsələn, günümüzdə akne xəstəliyi, akne problemi çox yayılmış bir problemdir. Mənə çox maraqlıdır ki, akne problemi genetik bir problemdirmi? Məsələn, tanışlarım var, özlərinin yağlı dərisi var, akneli problemli dəriləri var və həmçinin qardaşlarında, bacılarında da bu müşahidə olunur. Hətta araşdıranda anasında da bu müşahidə olunub. Yəni bu da akne problemi də mi genetik problemdir? Bəli. Ümumiyyətlə dermatologiyada problemlərin əksəriyyəti genetik problemlərdir. Çox az bir qismini çıxsaq, əksəriyyəti genetik problemlərdir. O cümlədən akne problemidir. Genetik olaraq yağ vəzi axarlarının ölçüləri, yəni anatomik xüsusiyyətləri, parametrləri genetik ötürülür. Eyni zamanda yağ vəzinin həssaslığı, belə demək mümkünsə, fəallığı, bu da eyni qaydada genetik ötürülür. Bəs Emil bəy, yəni genetikadan ötürülən akne problemi olan insanlarda onda belə düşünə bilərik ki, yəni bunların müalicəsi yoxdur, yoxsa burada daha individual yanaşma olacaq? Burada biraz fərqlidir məsələ. Əvvəla onu deyim ki, bütün aknelər genetik deyil. Bəzi aknelər, məsələn, izoniazid maddəsindən meydana gəlmiş aknelər bu genetik deyil. Eyni zamanda bəzi hormonal problemlərdən, B12 vitamininin təsirindən əmələ gəlir. Qidalanmadan bir qədər o məsələyə qayıdacağam. Orada məsələ fərqlidir. Akne problemini təzahür olmasına səbəb olan faktorları aradan qaldırandan sonra akne problemində vacib rol oynayan amilləri, məsələn, yağ vəzi axarlarının tıxanıq olması amilini aradan qaldırandan sonra, eyni zamanda yağ vəzi aktivliyini aşağı salandan sonra bu xəstəlik bir daha qayıtmır. Baxmayaraq ki, genetikdir. Bir çox xroniki genetik problemlər bu şəkildə davam edir. Buna, məsələn, rozaseyanı misal gətirə bilmirik. Çünki rozaseyada eyni zamanda günəş faktoru da oynayır. Günəşdən çox qoruna bilmərik. Bir həddə qədər yaxşı qorunmaq olar, amma az bir günəş şüası da bəzən rozaseya xəstəliyini, bu da akne
tipində ona bənzər bir xəstəlik olmasına baxmayaraq ayrıca təsnif olunur. Orada məsələn bu baş vermir. Aydındır. Deməli, genetik xəstəliklərdən danışmışkən, vitiligo xəstəliyi də bilirik ki, genetik xəstəliklərdən biridir. Və genetik faktorlar vitiligonun yaranmasında nə dərəcədə rol oynayır? Siz vitiligo xəstəliyində xarici faktorları soruşmaq istəyirsiniz. Düz başa düşdüm? O da olar, bəli. Çünki daxili faktor aydındır ki, genetik faktordur. Xarici faktorlarda ilk növbədə günəş şüasıdır və ikinci də stress. Stressin çox müxtəlif növləri. Məsələn, yuxusuzluq özü bir stressdir. Sevinmək, şiddətlə sevinmək, bu özü bir stressdir beyin üçün. Yəni beyin yorğunluğuna səbəb olan faktorlardan biridir. Bu vitiligoya xaricdən təsir edən səbəblərin birincisidir. Bir digəri də, yəni günəş şüası da vitiligonun təzahür olmasında rol oynayan ikinci səbəbdir. Bəs Emil bəy, ailəsində vitiligo xəstəliyi olan insanda vitiligo olma ehtimalı nə dərəcədə yüksəkdir? Onu ölçmək çətindir, amma genetiklər bunun 80%-in üzərində dəyərləndirir. Emil bəy, deməli vitiligo xəstəliyi haqqında ümumiyyətlə bir çox miflər gəzir. Bəziləri düşünür ki, məsələn vitiligo xəstəliyinin ümumiyyətlə heç bir müalicəsi yoxdur. Bəziləri düşünür ki, bu xəstəlik yoluxucudur. Siz bu barədə nə deyə bilərsiniz? Vitiligo xəstəliyi əlbəttə yoluxucu deyil. Vitiligo xəstəliyi xroniki bir xəstəlikdir və xəstəlik demək özü də bir qədər mübahisəli məsələdir. Çünki insanın ancaq psixi sferasına təsir edə bilir. Onun heç bir fiziki göstəricilərini dəyişdirmir. Yəni o əmək qabiliyyətini saxlayır. O demək normal hərəkət eləyə bilir, hərəkətini məhdudlaşdırmır və s. Vitiligo xəstəliyi nisbi müalicə olunan xəstəliklərdəndir. Yəni müalicənin fərqli metodları tətbiq olunur. Deyək ki, pigmentin qaytarılması istiqamətində tətbiq olunan metodlar var və pigmentin əksinə itirilməsi istiqamətində tətbiq olunan metodlar var. Məsələn, monobenzon müalicə metodu, bu məşhurdur Michael Jackson'ın müalicə metodu ilə. Biraz açıqlaya bilərsiniz necə olur? Orada bir maddə tətbiq edilir, həm daxilə, həm xarici tətbiq edilə bilər. Adı monobenzondur bu molekulun. O pigmenti sintez eləyən o mexanizmi bloklayır və beləliklə pigment artıq sintez olunmur. Biz bilirik ki, hər bir hüceyrədə yenilənmə prosesi getdiyi kimi, eyni zamanda pigmentlərdə, dəri artımında, saçda yenilənmə hər daim davam edir və bu proses dondurularsa əgər, yenilənmə prosesi getmədiyinə görə o orqanelin, yəni o hissənin ləğv olması prosesi gedər. Məsələn, dəri içərisində melanosom deyə kiçik pigment önü cisimciklər yaranır. Onlar dəri üzərinə yaxınlaşır, miqrasiya edir və melanosomlar dağılır. Onun içərisində melanin xaric olur və dəri səthində bərabər şəkildə paylanır. Monobenzon melanosomun sintezini pozur. Onun dəri üzərinə hüceyrədən xaric olmasını pozur. Melanosit deyilən dərinin pigmentinə, rənginə cavab verən, dərinin alt qatında yerləşən bir hüceyrə qruppası var. Həmin qruppaya təsir edir bu maddə və beləliklə bu metod ümumiyyətlə geniş tətbiq olunmur o qədər. Əvvəla çox vaxt alır, çox maliyyə tələb edir. Eyni zamanda müalicə bitəndən sonra pasiyentə günəşdən çox yaxşı qorunmaq tələb olunur. Bu metodun tətbiqi zamanı aralıq mərhələlər olur. O aralıq mərhələdə pigmentlər, yəni xarici görünüş o qədər də ürək açan olmaya bilər. Xanımlarda bu çətin keçir. Bu period adətən deyək ki 18-20 aylıq müalicənin 8-ci, 12-ci aylarında bu problem yaşanır və hər kəsə tətbiq olunmur bayaq dediyim kimi. Daha çox o kəslərə tətbiq olunur ki, bədən sahəsinin 40% və üzəri hissəsi vitiligoya cəlb olunubsa əgər, o pasiyentlərə bu metod tətbiq olunur, təklif olunur və uğurlu alınır. Emil bəy, bəs başqa hansı metodlarla vitiligo xəstəliyini azalda bilərik? Bir başqa metod vitiligo xəstəliyinin müalicəsinə tətbiq olunur. Bioloji ajanlar və ya bioloji agentlər. Bu maddələr son zamanlar dünyada ümumiyyətlə qərb təbabətində geniş tətbiq olunur, uğurlu alınır
vitiligo xəstəliyinin müalicəsində digər metod, çox saylı metod yoxdur onsuz da. Təəssüf ki, amma metodlardan biri də əksinə pigmentin bərpası istiqamətində görülən tədbirlərdir. Daha çox demək kortikosteroidlər, bioloji ajanlar və buna bənzər farmakoloji qrupdan olan dərmanlar tətbiq etməklə pigmenti əksinə bərpa etmək yönündə təsir göstərməyə çalışırıq. Adətən bu da zaman alır, amma o qədər uzun zaman almır. Pasiyentə izah edirik ki, günəşdən mütləq qorunmalıdır, stressdən mütləq qorunmalıdır. Stressdən qorunmağın vacib yollarından biri də yuxu rejiminin bərpasıdır. 22:00-dan səhər 4:30-a qədər olan period ən vacib perioddur. Beynin çox ehtiyacı olduğu perioddur. Bütün hormonların demək balansa gəldiyi, belə demək mümkünsə, zaman dilimi də həmin o vacib dönəmdir və o yuxunu pozmayan insanlarda stres faktoru ön plana keçmir. Anladım. Emil bəy, bəxtlərə bir şey qeyd etdiniz. Dediniz ki, vitiligo xəstəliyində heç bir fiziki məhdudiyyət olmur. Bəyəm bütün dəri xəstəliklərində belə deyil? Dəri xəstəlikləri bədənin demək meydana gəldiyi nahiyəsinə görə müxtəlif məhdudiyyətlərə səbəb ola bilir. Məsələn, sadə bir misal deyim, ayaq altı zil. İnsanın gəzməyinə də, hərəkətinə, hətta bu dönəm uzun çəkərsə əgər, onun hərəkət motorikasında, çanaq oynağında dəyişikliklərə səbəb ola bilər, xüsusən uşaqlarda. Sonra deyək ki, büküş nahiyələrində, qasıq, digər büküş nahiyələrində olan problemlər, göbələk xəstəliyi ola bilər, dərinin suluqlanan xəstəliklər ola bilər. Onlar əlbəttə fiziki məhdudiyyətə səbəb ola bilər. Emin bəy, bəs vitiligo xəstəliyi ən çox hansı yaş qruplarında müşahidə olunur? Xüsusi bir yaş demək göstərilmir. Heç bir ədəbiyyatda mən buna rast gəlməmişəm. Şəxsi təcrübəmdən deyə bilərəm ki, adətən uşaqlarda təzahür etmir. Daha çox yuxarı yaşlarda. Bu da onunla izah oluna bilər ki, insan stresslə daha çox təmasda olduğu, tanış olduğu vaxtlardır. Emin bəy, vitiligo xəstəliyinin müalicəsindən danışdıq, amma belə bir şey də var ki, yəni vitiligo xəstəliyinin psixoloji durumuna da toxunmaq istəyirəm. Bu xəstəliyə olan insanlarda, yəni öz görüntülərini bəyənməmə, xəstəliklərinə görə kompleksə salmaqlar müşahidə olunur. Halbuki məncə çox maraqlı və gözəl görüntüdür. Bəs psixoloji tərəfdən necə pasientlərinizə yanaşırsınız? Əlbəttə, vitiligo xəstəliyində psixososial aspekt çox önəmlidir, ön plana çıxır. Mən pasientlərlə adətən çalışıram bu istiqamətdə öz çapımda müəyyən psixoloji söhbətlər aparım, amma bu tək bir dermatoloqun apara biləcəyi mövzu deyil. Burada mütləq psixoterapevtin də dəstəyinə ehtiyac olur. Çünki bu özü də bir stres yaradır və beləliklə qüsurlu dövran yaradır. Demək, stres, vitiligo, vitiligo stres bu şəkildə qüsurlu dövran yaranır. Əlbəttə, yanaşmalar müxtəlifdir. İnsan nə qədər deyək, çağdaş olsa, insan nə qədər bu mövzuya fərqli bucaqdan yanaşsa və onun həyat fəlsəfəsi nə qədər demək, vitiligodan da yuxarı mövzularda deyək ki, oynasa, əgər bu insan üçün rahat olar bu xəstəliyini bəlkə də qəbul eləmək. Çünki qəbul etmək önəmlidir. Eyni zamanda onunla yaşamaq, qəbul etmək dedikdə biz bunu nəzərdə tuturuq. Adətən mən müşahidə eləmişəm o şəxslər ki, mental olaraq daha sağlamdırlar. Mental sağlam insanlar, bu həm onun savadından bağlı məsələdir, bu onun yetişdiyi ailənin göstəriciləri ilə bağlı məsələdir. Eyni zamanda cəmiyyət. Vitiligo xəstəliyi cəmiyyətin xəstəliyidir. Yəni bir anlıq təsəvvür eləyin ki, cəmiyyətdə vitiligoya yanaşma dəyişir. İnsanlar onu görəndə görməzdən gəlir. Yersiz suallar vermirlər. Yəni yersiz məsləhətlər vermirlər və beləliklə şəxsi ekstradan qıcıqlandırmırlar. O şəxs hətta vitiligo olduğunu unutar. Bir səhər oyananda işə getməmiş əvvəl güzgüdə özünü görər. Bir də işdən gələndə və yadına salır ki, gün ərzində ona bununla bağlı heç kim sual vermədi. Hətta bəlkə kompliment də ala bildi. Bunlar bizim yəni
necə deyim, çətin təsəvvür edə biləcəyimiz mövzulardır, amma belə bir utopik cəmiyyət təəssüf ki, dünyanın heç yerində yoxdur. İnsanlar təsir eləyir və anlayış göstərmək hər zaman gözlənilən haldır. Yəni ümid eləmək lazımdır ki, bir gün elə bir cəmiyyətə qovuşa bilərik. Emil bəy, bəs vitiligo görünən nahiyələrdə olanda, məsələn, üzdə, əldə, ayaqda, bu insanların, yəqin ki, pasientlərin daha çox psixologiyasına təsir edir. Yəni dediyiniz kimi, onlar daha stres altında olurlar və xəstəlik daha ciddi mərhələyə çatır. Bəs bunun haqqında nə demək istəyirsiniz? Yəni görünməyən nahiyələrdə olduqda bu xəstəliyi daha rahatmı atlatmaq mümkündür? Görünməyən nahiyələrdə olduqda, əlbəttə bu stresin azalması demək deyil, daha çox günəş faktorunun aradan qalxması deməkdir və həmin demək xəstəliyin inkişafında bunun öz təsiri var. Günəşin rolu daha çoxdur. Bu anda, yəni siz dediyiniz case, yəni gizli hissə, deyək ki, qarında, kürəkdə, hansı ki, yəni günəşə məruz qalmayan hissələrdir. Orada baş verən xəstəlik, yəni vitiligo daha çoxmu stres yaradar, yoxsa açıq dolanmı? Mən düşünürəm ki, bu o qədər də rol oynamır. Biz genel stresdən danışırıq. Yəni deyək ki, imtahan qabağı stres, bu gərginlik stresidir. Şiddətli bir hadisənin stresi. Bu əlbəttə bu tip stresləri nəzərdə tuturam. Amma məişət stresləri vitiligo yaratmaz, vitiligonu artırmaz. Məsələn, Evdar xanım vitiligosu var. Evdə uşaqlar onu bəzən əsəbləşdirir. Bu vitiligonu artırarmı? Xeyr, artırmaz. Yəni bu tip streslər bu məişət stresləridir. Qısa zaman davam eləyir. Həlli yolu, stres yaranan anda artıq həlli yolu insanın beynində formalaşır və o dərin stresə səbəb olmur. Amma imtahan qabağı streslər. Həlli yolu tam da bəlli deyil. Sonu nə olacaq bəlli deyil və uzun dönəmli, dərin təsirə malik olan streslərdir. Onlar vitiligo tipli problemləri. Bu arada təkcə stresdən təsirlənən təkcə vitiligo xəstəliyi deyil. Bir digər qrup dəri xəstəlikləri də var. Məsələn, alopecia areata. Bu ocaqlı dazlıq kimi tanınır. Alopecia areata və vitiligo ilişikli genlə keçirlər. Yəni mən çox hallarda buna rast gəlmişəm. Həm tük tökülmə var, yəni alopecia areata, ocaqlı dazlıq. Eyni zamanda vitiligo var. Eyni pasientdə. Aha, maraqlıdır. Yəni iki xəstəlikdə eyni pasientdə müşahidə olunur. Bəli, onların faktorları eynidir. Günəş istisna olmaqla. Yəni alopecia areatanın formalaşmasında günəşin rolu yoxdur. Amma demək ilişikli genlə də keçə bilir. Emil bəy, mənim üçün bir şey də maraqlıdır ki, elə nahiyələrdən danışdıq. Bəs hansı nahiyələrdə vitiligo xəstəliyinin müalicəsi daha rahat, daha asandır? Əksər nahiyələrdə vitiligonun müalicəsi o qədər də çətinliyə səbəb olmur. Amma çətinliyə səbəb olan nahiyələr də var. Məsələn, ayaq və əl. Bu hissələrdə müalicə etmək çətinləşir. Eyni zamanda əgər metoddan asılı olaraq deyək ki, ekzimer lazer tətbiq edirik ki, pigment sintez olunsun və bunu göz nahiyəsində etmək istəyirik. Bu çətindir, bu mümkün deyil. Gözə zərər ola bilər. Amma digər nahiyələrdə tətbiq eləmək olur. Bir başqa problem yaranır, məsələn, üzün tüklü hissəsində, kişilərdə xüsusən. Bu hissədə biz pigmenti aradan qaldıran zaman bir digər problemdə tükün ağarması baş verir. Əlbəttə, çətinlik törədən nahiyələr adətən bunlardır. Emil bəy, bəs sizcə cəmiyyətimiz bu xəstəliklərə qarşı yetərincə maariflidirmi? Düşünürəm ki, görülməli çox işlər var maarifləndirmə istiqamətində. Sizlərin sayəsində bu tip verilişlər, podkastlar düşünürəm ki, cəmiyyəti addım-addım vitiligo haqqında daha bilincli bir səviyyəyə gətirəcək. Emil bəy, bəs öz təcrübənizdə və ölkəmizdə hansı nahiyədə vitiligo daha çox müşahidə olunur? Daha çox əl nahiyəsində, əl, qol bu hissələrdə, üz nahiyəsində və boğaz. Bu hissələr günəş açıq olması ilə mən əlaqələndirərdim. Daha çox vitiligoya məruz qalır. Bəs tüklərdə də vitiligo olur? Tüklərdə də ola bilər. Bəli, tüklü nahiyənin də vitiligosu olur. Eyni zamanda bayaq dediyim kimi alopecia areata ilə birlikdə
təzahür edə bilir. Emil bəy, vitiligo xəstəliyi daha çox görünən nahiyələrdə olduqda insanlar yenə kompleksə düşürlər və bunu tonal kremlərlə bağlamağa çalışırlar. Hətta Instagramda, sosial şəbəkələrdə bunu görmüşəm ki, kamuflyaj edirlər tatularla. Bəs siz öz yanaşmanızda nəyi məsləhət görərsiniz? Yəni daimi müalicə mi yaxşıdır, yoxsa bu metodlar mı yaxşıdır? Ümumiyyətlə sizə demək istəyirəm ki, bütün dəri xəstəliklərində həkimin yanaşması çox az bir faiz kəsb edir. Məsələn, 3%, 5%. Yerdə qalan 95-97% bizə direktivi göstərən mənbə protokollardır. Protokollar bir-birindən fərqlənə bilir. Məsələn, Avropa protokolları, Amerika protokolları, İsrail, Yaponiya protokolları və s. Amma bir-birindən çox böyük fərqləri yoxdur. Avropa protokolları göstərir ki, burada mümkün olan bütün metodlar tətbiq olunmalıdır, o cümlədən kamuflyaj. Kamuflyaj, yəni dərinin epidermis qatına yeridilən kiçik hipoallergen pigmentlərdir. Hansı ki, onlar kənarda, dəridən kənarda bir rəqəmsal metodla uyğunlaşdırılır, müəyyən konsentrasiyaya gətirilir və dəri ilə sadəcə yoxlanıb, yəni örtürmü, nə dərsə örtür, uyğundurmu, deyilmi dəri rənginə. Əmin olduqdan sonra iynə metodu, kiçik iynələmə, yəni metodu ilə, yenə deyirəm, bu o qədər dərinin səthi ilə davam edir ki, epidermis qatını aşmır, keçmir o tərəfə və o pigmentin orada yaradılmış süni konsentrasiyası vizual olaraq problemi aradan qaldırır və hazırda çox geniş tətbiq olunur. Eyni zamanda bizim klinikada da bu metod geniş tətbiq olunur. Müəyyən məlumatlar yayılır internetdə. Mən təəssüflə izləyirəm ki, kamuflyaj metodu zərərlidir, risklidir, müalicə deyil. Xeyr, tam əksinə. Belə bir İsveçrə şirkəti var, Swiss Lake. Hətta bu pigmentin istehsalı üzrə ixtisaslaşıb. Sırf kamuflyaj, yəni tatu dedikdə biz görünüş döymələri nəzərdə tuturuq. O dərinin alt qatlarına sirayət edən daha iri ölçülü pigmentlərdir, hansı ki, onlar rənglərini dəyişə də bilir hətta. Konsentrasiya dəyişdikcə onlar da rəngini dəyişə bilirlər. Kamuflyaj belə bir şey deyil. Yəni, metod kənardan belə oxşar ola bilər, amma fərqlidir və elmi cəhətdən araşdırılıb, FDA onayı var. O cümlədən protokollarda da qeyd olunub, geniş tətbiq olunan metodlardır. Emil bəy, mən bu müalicə üsulunu gördükdə öz-özümə düşünmüşdüm ki, məsələn, yayda çoxumuz yəni dərisi zaqar alır və yəni kamuflyajda necə olur? Həmin nahiyə zaqar almır, yoxsa elə eyni qalır? Xeyr, o nahiyə bronzlaşmır. Bu kamuflyajın çatışmayan cəhətlərindən biridir. Bir neçə çatışmayan cəhəti var. Onlardan biri odur ki, o qalıcı deyil. Təxminən yağlı olmayan nahiyələrdə tətbiqi 3 ilə qədər qala bilir. Yağlı olan nahiyələrdə bir qədər az, 2 il yarım, 2 il qədər qala bilir və qalandan sonra, yəni itmə prosesi rəng dəyişməklə müşahidə olunmur. Sadəcə itir. O nahiyənin orijinal rəngi qayıdır. Bədən üçün hər hansı bir allergiyaya səbəb olmur. Mən təcrübəmdə buna rast gəlməmişəm və bir çox beynəlxalq konfranslarda da bu istiqamətdə olan təqdimatlar baxmışam, izləmişəm və orada hər hansı allergiyadan hələ ki söhbət getmir. Çünki dediyim kimi, dərinin ən üst təbəqəsinə, mikron səviyyəsində yeridilmiş çox kiçik ölçülü pigment granulalardır. Emil bəy, siz başda da qeyd etmişdiniz ki, vitiligo xəstəliyinin həmçinin lazerlə də müalicəsi var. Bu barədə də məlumat verə bilərsiniz? Bəli, burada ekzimer lazer 311 nanometr dalğa uzunluqlu ekzimer lazer tətbiq olunur. Müxtəlif ölkələrin müxtəlif brend altında istehsalı var, tətbiq olunur. Eyni zamanda PUVA terapiya var. Puls ultraviyole A sözlərinin baş hərfindən yaranmış belə bir metoddur. Bir başqa metod hələ ki tam necə deyirlər, geniş tətbiq olunmur, amma maddənin adı məsələn difensipron deyilən bir maddə var. Onun da vitiligoda tətbiqi uğurla nəticələndiyi qeyd olunur. Emil bəy, bəs sizin ən sevdiyiniz metod hansıdır? Mənim ən sevdiyim metod profilaktika üzərində qurulur. Yəni mən çalışıram pasiyentə stressdən və günəşdən uzaq olmağı ilk plana çəkim və pasiyent bunu
birinci növbədə bunu tamamilə qəbul eləsin. Bundan sonra artıq müalicəyə keçmək olar. Yəni düşünməsin ki, həyat tərzi dəyişmədən bu problemlə başa çıxmaq olar. Birinci növbədə həyat tərzi, yanaşma tərzi dəyişməlidir. Bu birinci şərtdir. Bu şərt yerinə yetirilmədiyi müddətcə heç bir sehirli vasitə, dərman vasitəsi burada kömək eləməz, təəssüf ki. Emin bəy, bir şey də çox maraqlı gəlir mənə. Məsələn, tutaq ki, genetikamda heç bir vitiligo xəstəliyi olan bir nəfər yoxdur. Amma tutaq ki, çox günəşlənən bir insan vitiligo xəstəliyindən sonradan ona bənzər hal ola bilər. Ona bənzər solar hipopigmentasiya baş verə bilər. Bir başqa bir xəstəlik var, quddat idiopatik hipomelanoz. O daha çox qollarda və ayağın ön hissəsində, sümüyə yaxın hissədə olur. Nöqtə şəklində ağ nöqtələr olur, belə ağ sahələr olur. Yayda məndə olur. O yuxarı yaşlarda olur, amma sizdə olan düşünürəm solar hipopigmentasiyadır. Günəş təsirindən baş vermiş hipopigmentasiya. Ona bənzər hallar çoxdur. Mən daha çox, məsələn, uşaqlarda tinea alba deyilən belə bir xəstəlik var. Xüsusən tünd dərili uşaqlarda, oğlan uşaqlarında daha çox olur. Yanağın bu hissələrində daha çox yaranır, yumru və valideynlər qorxurlar ala xəstəliyi kimi. Onlar el arasında vitiligo eyni zamanda ala xəstəliyi kimi tanınır. Ondan o narahatçılıqla bağlı bizə müraciət edirlər və tinea alba olduğunu mən izah edirəm və yenə də günəşdən qorumalı olduqlarını izah edirəm. Bu şəkildə problem zamanla aradan qalxır. Aydındır, çox sağ olun. Siz sağ olun. Siz Examer cihazından danışmışkən, mənim də ağlıma gəldi ki, Araş şirkətində Exiplex cihazı var. Şirkətimizə aid olan ekspert klinikasında gəlib müalicə ola bilərsiniz və ya kamuflyajla bağlı Emil bəyə müraciət edə bilərsiniz. İndi isə növbəti mövzumuza keçək, psoriaz. Emil bəy, psoriaz xəstəliyi də genetik xəstəlikdir. Bəli, psoriaz xəstəliyi də genetik olaraq valideynin övlada ötürülən dəri problemidir. Ailəsində psoriaz xəstəliyi olan insanlarda bu xəstəlik necə ortaya çıxır, meydana çıxır? Meydana çıxmaya da bilər. Yəni vacib deyil, mütləq deyil ki, o meydana çıxsın, amma meydana çıxmamışdan əvvəl onu provokasiya edən faktor, birinci növbədə qida faktoru və günəş faktoru burada ön plana keçir və beləliklə az-az meydana çıxmağa başlayır. Qidalama yönü nəyə nəzərdə tutursunuz? Məsələn, şəkər tərkibli qidalar. Məsələn, süd məhsulları. Bunlar bir çox dəri problemlərinin səbəbidir və ya onların provokatorudur. Və bu şəkildə az-az təzahür edir. Pasient əgər şübhələnmirsə ki, məsələn, bu qida ilə bağlıdır, get-gedə artır. Emil bəy, bəs psoriaz xəstəliyinin müalicəsi necədir? Psoriaz xəstəliyində də çox müxtəlif metodlar tətbiq olunur. Medikamentoz metod var, yəni dərmanla müalicələr var. Eyni zamanda psoriaz xəstəliyində cihaz metodu var. Yəni orada da PUVA terapiya, bayaq adını qeyd etdiyim metod tətbiq olunur. Günəş şüaları psoriaz xəstəliyində müsbət təsir eləyir. Dəri altında D vitamininin sintez olunması bəli psoriaz xəstəliyinin geriləməsinə səbəb olur, amma problem ömürlük aradan qalxmır. Bu da xronik genetik bir dəri xəstəliyi olduğuna görə müəyyən bir remisiya aldıqdan sonra onu saxlamağa çalışırıq. Emil bəy, belə bir deyim var ki, günəş girməyən evə həkim girər. Bəs günəş bu qədər zərərlidir, bunlardan danışdıq. Yəni bəs bu deyim necə meydana gəlir? Günəş zərərlidir demək istəmirdim. Günəşin radioaktiv təsiri zərərlidir. Günün müəyyən saatlarında günəşin radioaktiv təsiri yüksək olur və o zərərlidir. Amma günəş evə düşməlidir, o vacibdir. Günəşsiz olmaz həqiqətən insan sağlığında vitamin D-nin rolu böyükdür. Eyni zamanda biz bilirik ki, vitamin D dəri altında insanın öz xolesterinindən sintez olunur və beləliklə vitamin D biz normalda günəşdən almalıyıq. Amma müəyyən səbəblərdən biz o vitamini günəşdən 12-yə qədər bilirəm ki, alırıq. Hansı fəsildən asılı olaraq dəyişir. Məsələn, yay aylarında 10-a qədər və axşam 5-in yarısından sonra olan saat o günəş daha faydalıdır. Emil bəy, siz bayaqdan qeyd edirsiniz ki, günəşdən bu xəstəliklər yaranır. Onda belə çıxır ki, soyuq ölkələrin vətəndaşlarında bu xəstəliklər yoxdur.
Bu xəstəliklər orada da təzahür edir, amma bir o qədər çox yox. Həm də burada faktorun birini biz hazırda müzakirə edirik. Məsələn, günəş. Digər faktor stress və genetik faktor, onlar da vacibdir. Elə ən əsası genetik faktordur. İkinci yerdə günəş və deyək stressdir. Orada da var, orada olmamış olmaz. Məndə onların əlbəttə statistikası əlimdə yoxdur, amma təzahür edir. Sadəcə belə ehtimal olunur ki, orada təzahür etsə belə, məsələn, Danimarkada şəxs öz vitiligo xəstəliyini aşkarlamaq üçün bəzən illər tələb olunur. Gərək o bir günəşlənsin ki, normal cür və patoloji sahə bir-birindən fərqlənsin. Anladım. Emil bəy, bayaq qeyd etdiyiniz xəstəliklərdən, yəni psoriazdır, vitiligodur, elə aknen özüdür. Bu xəstəliklərə bəs kosmetoloji müdaxilələr etmək mümkündür? Yəni inyeksiya ilə müdaxilələr etmək mümkündürmü? Konkret olaraq hansı metodu nəzərdə tutursunuzsa, məsələn, inyeksiya anti-aging prosedurları. Anti-aging metodlarda deyək ki, 5.7 metodu var. Bu anti-aging metodlarından biridir. Bəli, bu mümkündür. Amma deyək ki, dolğudur, botoksdur. Dolğu da olar, bəli, botoks da olar. Amma dərinin üst təbəqəsini, məsələn, epidermisi zədələyən metod vitiligoda ehtiyatla tətbiq olunmalıdır. Ehtiyat dedikdə test olunmasını nəzərdə tuturam. Müəyyən bir hissədə test olunmalıdır. Görünməyən, əlbəttə, az görünən hissədə. Əgər dəri bunu normal qarşılayırsa, prosedur tətbiq etmək olar. Amma dərinin alt təbəqələrini, əzələ qatını və dəraltı pi qatını əhatə edən prosedurları tətbiq etmək olur. Bu xəstəliklə bir əks əlaqəsi yoxdur. Çox sağ olun. Amma məsələn, deyək ki, akne xəstəliyində bunların hamısını etmək olar. Baxmayaq ki, genetikdir, amma aknedə metodların hamısını tətbiq etmək olar. Aktiv aknedə yox, əlbəttə. Akne müalicəsi tamamlanandan sonra ehtiyaca görə tətbiq etmək olar. Emil bəy, özünüzü təqdim edərkən qeyd etdiniz ki, 15 illik iş təcrübəniz var. İşə ilk başladığınızdan bu yana hansı dəyişikliklər olub? Hansı proqreslər olub? Təəssüf ki, vitiligo xəstəliyinin müalicəsində çox geniş, çox bir dəyişiklik baş verməyib təəssüf ki. Amma dəyişən kamuflaj metodunun geniş tətbiq olunması, eyni zamanda bioloji ajanlar dediyimiz o dərman vasitələrinin geniş tətbiqi və araşdırılması müəyyən bizə data verdi və beləliklə bunları qeyd edə bilərəm. Başqa təəssüf ki, bir metod yoxdur. Emil bəy, bəs belə soruşum. Bundan sonra hansı xəstəliklərin müalicəsi üçün bir metod aşkarlansa, bir dermatoloq olaraq sizin üçün yaxşı olar, həm asan olar? Əlbəttə ki, birinci növbədə lamilyar ixtiozun, hansı ki, körpə ikən onlar təəssüf ki, tələf olurlar. Lamilyar ixtiozun müalicəsi çox çətindir, çünki yeni doğulmuşa demək lazım olan miqdar dərman vasitəsi tətbiq oluna bilmir. Onun yaş xüsusiyyətləri nəzərə alınaraq. Bir digər problem təəssüf ki, Azərbaycanda da geniş yayılmış pemfikus xəstəliyidir. Çox istəyərdim ki, onun da bir müalicə metodu aşkarlansın və problem, ümumiyyətlə, bütün xəstəliklərin sağalmağını əlbəttə arzu edərdik. Amma letal sonluqla nəticələnən xəstəliklər əlbəttə ki, birinci növbədə istəyərdim ki, ölkəmizdən və dünyadan uzaqlaşmış olsun. Emil bəy, pemfikus xəstəliyini bayaqlar qeyd etdiniz. Mən bu xəstəliyi heç eşitməmişəm. Bu barədə məlumat verə bilərsiniz? Pemfikus xəstəliyi bayaq qeyd etdiyim kimi dərdə təzahür edən, suluqlanan, sudurcuqlanan dəri xəstəliyidir. Təəssüf ki, ölkəmizdə demək, ümumdünya statistikasını nəzərə alsaq, Azərbaycan bu statistikada üst sıralardadır. Təəssüf ki, ölkəmizdə əlbəttə Respublika Dəri Zöhrəvi dispanserində və Dəri Zöhrəvi kafedrasında, Tibb Universitetinin Dəri Zöhrəvi kafedrasında araşdırılır, müxtəlif metodlar tətbiq olunur və müasir metodlar o cümlədən tətbiq olunur və stasionar bu pasientləri biz demək, stasionar müşahidəyə ala bilirik, müalicəyə ala bilirik və rezidentlər tanış olur, gənc həkimlər, hətta tələbələr bu xəstəliklə tanış olur və təəssüf ki, bu xəstəliyin də müalicəsində bir neçə yeniliklər çıxmaq şərti ilə xüsusi bir yenilik yoxdur.
Bu yeniliklər də yenə yeni çıxmış, yeni geniş tətbiq olunmuş belə demək mümkünsə bioloji ajanlardır. Emil bəy, onda belə başa düşürəm ki, coğrafiyadan asılı olaraq genetik xəstəliklərin də yayılma dərəcəsi azalıb çoxalır, dəyişir. Emil bəy, son olaraq sizə bütün qonaqlarımıza verdiyimiz sualı vermək istəyirəm. Bugünkü danışdığımız xəstəliklərlə bağlı pasientlərə nə məsləhət görərsiniz? Bugünkü danışdığımız xəstəliklər adətən biz nədən danışdıq? Daha çox aknedən, psoriazdan, bir qədər alopecia areataya və əsasda vitiligodan danışdıq. Hər birisinə aid öz tövsiyələri var. Məsələn, vitiligoda mütləq stressdən və günəşdən qorunsunlar. Psoriaz xəstəliyindən əziyyət çəkən pasientlərə tövsiyəm budur ki, birinci növbədə şəkər məhsullarından imtina etsinlər tamamilə. Şəkəri, yəni şirinə olan tələblərini ödəyə bilərlər. Bal, pəhməz, meyvələr, quru meyvələr, şəkər əvəzediciləri, amma süni şəkərlə yox. Məsələn, alopecia areata, yəni ocaqlı dazlıqdan əziyyət çəkən pasientlərdə onlara tövsiyəm bundan ibarət olar ki, yenə stressdən qorunsunlar və el metodlarını tətbiq etməsinlər. Məsələn, bu irritasiyaya səbəb ola bilər, dəri üzərində qıcıqlanmaya səbəb ola bilər, o da gələcək dəri bariyerinin pozulması, göbələk və digər bu kimi infeksiyaların yoluxmasına səbəb ola bilər. Mütləq mütəxəssisə müraciət etsinlər. Aknedən əziyyət çəkən pasientlərə də tövsiyəm budur ki, əlbəttə özləri ev şəraitində müalicə etməyə çalışmasınlar, diyetalarına diqqət etsinlər, make-upı hər gün istifadə etməsinlər, çünki bunlar yağ vəzlərinin axarlarını tıxaya bilir. Yuzu vasitələri çox sıx istifadə etməsinlər, çünki bu dəri bariyerində vacib rol oynayan dərimizin təbii yağ təbəqəsini də yuyur aparır. Və yenə də mütəxəssisə müraciət etsinlər və hər şeyi müalicə gedişatını bilinçli şəkildə davam etsinlər. Emil bəy, çox sağ olun. Təşəkkür edirik ki, gəldiniz. Təşəkkür edirik ki, bütün suallarımıza dolğun cavab verdiniz. Düşünürəm ki, bugün çox maraqlı mövzulara toxunduq və doğru diaqnoz, düzgün yanaşma və mütəxəssislə bu problemləri həll etmək mümkündür. Mən şadam ki, hazırda ölkəmizdə də geniş yayılıb bu tip verilişlər, podkastlar. Bunlar daha səmimi ortam, daha açıq söhbətə sövq edir bizi. Mən sevinirəm ki, gənclər də maraq göstərir. O cümlədən mən özümü gənc hesab edirəm və beləliklə mən də maraq göstərirəm. Bir çox podkastlarınızı izləyirəm. Düşünürəm ki, cəmiyyət üçün bu faydalıdır. Çox sağ olun.